Ama Azərbaycanda çox fenomenaldır ki, bu bank elektron dələduzluqlarının 80%-i Kapital Bankda baş verir. Bu təsadüf kimi. Təsadüf hiçbir şey olmur. Bu hakimiyyətin özü başdan ayağa cinayətləri Yaxşı, necə olur ki, sən Rusiya ilə müharibə aparırsan, az qala, sən gedirsən Amerika Birləşmiş Ştatlarıyla, Trumpla kirvi olursan az qala və bunu Rusiya bir təhdid kimi istifadə edirsən, sənin bankını idarə edən Rusiyanın FSB-sinin IT mütəxəssisləridir. Bu necə olur? Və sən bunu gizlədirsən. Ola bilər mütəxəssis dəvət eləmişsən, Amerikadan dəvət eləyə bilərsən, Rusiyadan dəvət, hardan olsa dəvət eləyə bilərsən. O zaman, əgər bu təmiz bir işdirsə, sən bunu bankın saytında niyə gizlədirsən? Ki, biz bunu gedib başqa yerdən axtarıb çıxaraq. Və bu, bunların öz səhifəsidir. LinkedIn demək, portalında. Maraqlıdır, elə deyilmi? Sadəcə maraqlı deyil, həm də təhlükəlidir, Rəstum bəy. Təhlükəli bu deyil, Qurban bəy. Uzaqbaşda onlar Əliyevlərin və oradakı adamların pulunu uğurlayanlar. Təhlükəli başqa şeydir. Niyə bütün hüquq mühafizə orqan, bütün dövlət orqanlarında təmizləmə işləri getdiyi halda hüquq mühafizə orqanlarına toxunulmur? Niyə? Təhlükəli budur. Necə başa düşməmiş, sözünüzü bir də təkrarlayın. Bütün dövlət nazirliklərində, komitələrində, şirkətlərində məmurların, rəhbərlərin işdən çıxarıldığı halda bu proses güc strukturlarına toxunmur. Təhlükəli budur. Yəni, bugün də güc strukturları, xarici dövləti Rusiyanın əlində qalmaqdadır. Nə baş verir?